Salam olsun hidayətə tabi olanlara, əziz insanlar, Allahın şirkəsindən olmaq istəyənlər. Bu mənim bir profilim ki bağlanıb. Bağlanıb deyəndə ki, da girə bilmirəm ora. Sevinç Nəsirova, belə 186 abunədir və 50 video var orada. Profil şəkli budur. Biri də var idi, belə imini, belə profil şəkli ilə orada yoxdur. Nəyi demək istəyirəm? İndi deyil. Bu qədər, baxın, 50 Quran ayələri ilə bağlı çox lazımlı, çox gözəl, çox lazımlı, Quran ayəsinə lazımlı da demək olar, gözəl də demək olar. Həyatdır, cənnəti qazandırmaq istəyən Allahımızın sözləri, Allahın sözündən daha gözəl nə ola bilər? Baxın, kimin sözü gözəl ola bilər Allahımızın sözündən? Bu profilimə girsəz, baxsaz, gözəl profildir. Heyf ki, girə bilmirəm bura. Nəysə, Quran ayələrinə görə paylaşıram bunu. Həqiqətən sevinirəm. Sevinirəm ki, bu mənə qismət olur. Digər belə profildə, belə şəkildə. Orada 8 abunədir, nədir? Həm də 3-4 dənə, gəlsən 5-6 dənə orada video çəkmişəm. Onu bura girəmədim deyə onu açdım. Amma əslində 50 video Quran ayələri ilə. Bəhrələnin Quran ayələridir. Sağ olun. Bir də deyim ki, burada vacib olanlardan biri də o elə insanlar var ki, düşünürlər ki, Allah niyə bizi alın yazısımızda bunu yazdı, nə bilim, Allah niyə gün hardadır, buralarda deyil, aşağıda olmalıdır. Çox gözəl nəysə, yəni Quran ayələrindən başqa o Əhmədova Sevinç indiki bu indiki paylaşdığım bu Əhmədova Sevinç profilində bir neçə yüz yaxşı yenə də ayələr var idi, amma sildilər. Əzraflar sildilər. Nəysə, davam eləyək cihadımızda uğur qazanaq ki, cihadımızla uğur qazanaq. Sağ olun.